İngilis dilini öğrenmək, ingiliscə danışmaq inanın ki, həqiqətən çox asandır. Sadəcə I'm very busy or my mother is very busy or I was busy yesterday. Sözləri öyrənməyi həqiqətən də yığışdırın. Sözlər artıq köhnəlmiş metoddur. Abituriyent sizsə onsuz onu öyrənəcəksiniz o şəkildə. Amma dil danışmaq istəyirsinizsə, qalaq-qalaq lüğətlərdəki müəllimlərin və yaxud da verdiyi sözləri danışmağı, yəni onları öyrənməyi unudun. Cümləni öyrənin, cümləni yadınızda saxlayın və həmin sözləri cümlə daxilində təkrar edin. Biz dərslərimizin hər birini slaydlarla keçirik və həmin slaydda, hər dəfə başqa bir mövzu təkrar olunur, müzakirə olunur və yeni aydınlar olur. Həmin PDF-də, həmin slayda aid sözlər olur və ümumi slaydların hər birində müəyyən qrup sözlər var ki, o hər slayda təkrarlanır. Eyni zamanda, məsələn, quality and quantity çox yaxın sözlərdə bir şəkildə öyrədilir. Keyfiyyət və kəmiyyət deməkdir. Tələbələrimdən elə uşaqlar olub, heç danışmayan. Bu sözü kərbətənlə ağzından alacağım sözlər. İndi maşallah olsun dayanmır danışmaqda və yaxud da cümlə qurmağın çətinliklərinə mən deyib başa düşüləndə hər biri introvert tələbədə olur, ekstrovert hər bir tələbə çox fərqlidir və çalışdığım qədərlə hər birinə individual yanaşıram. Yaratdığım o səmimi mühitdə də tələbələr daha rahat, daha özgüvənli şəkildə dili öyrənə bilirlər deyə düşünürəm. Ona görə qeydiyyatdan keçməyə tələsin.